Selamünaleyküm, hər vaxtınız xeyir. Mən Mirzə Mirzə. Bugün yine Tarixin Əfsanə və Həqiqətləri kanalından yeni bir videoyla, yeni bir mövzuyla sizlərə anlatacağız. Bugünlerde hem başka dildə başa düşülmüş, bəziləri gözəl başa düşülmüş, bəziləri də öz bir şeydən, inancdan, dindən qaçma ilə olan, həm də mən əvvələ qayıdacağım, öz keçmiş inancıma qayıdacağım deyən bir o an yeni bir nəsil cəmiyyətdən, yani cahilliğin verdiği o bir mevzu, bir inancın size anlatacağız. Bugünkü fragmanda da afişlerde gördüğünüz gibi Tengri inancı ve Türk mifolojisi Türkler ve Mongoller arasında farklar. Tengri Türkçe ve Moğolca tanrı manasına gelir. Ama iki halkın arasında farklı gelir. Bunu daha sonra size diyeceğiz. Tengri yaranması müfterayata var. Bu Nuh peygamberin dövründen sonra başlamıştı. Belki Adem'in dövründen başlamıştı. Ama en real versiyonu Nuh peygamber dövründe. Burada Buxar Həvəsən və Əbülhəssanın yazdığı əsərlərində və Kaşqalı Mahmud əsərlərində Türklərin Nuhun oğlu Yafəsin soyundan gəldiyi, Nuhun oğlu, diğer oğlu Samdan, Sami qəbilələri, yəni Ərəblər, Yahudilər, daha sonra Hamlar ise Afrika qəbilələri və Afrika xalqları, Bərbərlərdə, Efiopiyalarda onların gəldi deyilmişdir. Tengri inancının hakkında danışanda bu inancı bəziləri politeist, bəziləri də monoteist bilir. Politeist bilmənin əsas səbəbkarı bu inancı Türklərdən deyil, yəni Sakha Yakutiyada və Xakasiyada bölgesində deyil, Monqollardan bilinməsidir. İlk dəfə Monqollarda 1800 və 1700'lerde Avrupa alimler Çin'e gelir. Buradan sonra Türk toplulukları ve Baykal bölgesini analiz edip burada bu qəbilələri Monqolların da politeist yanaşması və yanaşma tərzindən bu inancı politeizm olarak verir. Monqollarda 99 tanrı vardı ama Türklerde bir tanrı vardı, o da Göktengri inancı. Göktengri Türklerin yaratıcısıdır, yani büyük yaratıcısıdır ve ol emriyle oldu, yarattı dünyanın ve birinci şeytanın yani ehliki yarattı. Ondan sonra da öz uçmağında cennetinde Umay anan yani Havva, Ülgen yani Adem peygamber Ülgen Han'ı gönderdi. Burada bəzi Türk müfərrəxanada Tanrı, Xan kimi mənasına gəlir. Əsas burada Tanrıca, İslamda ne kimi ki mələklər Allah'a hesabat verir, Tanrı'ya hesabat verir. Burada da bu varlıklar Tengri'ye hesabat verir ve bunlar tanrılaşdırılmamalıdır ve bir tek Tanrı inanılmalıdır. Yani aracı ve melek inanılır. Tasavvuf kimi mövzularda bu göstərilir. Tengri inancının en yüksek dövrdə olduğu Asya Hun İmperiyasıdır ve Göktürklərdədir. Bu dövrlərdə geçir. Zəiflənməsi isə gerekirse Budizmi, gerekirse diğer inancların, mesela Türklərdə elədir ki, Zərdüşt inancını qəbul etsələr, farslaşırlar. Budizmi qəbul edirlər, ya Çinliləşirlər, ya Tibetləşirlər. Hristiyanlıq qəbul edirlər, Latinlaşırlar, ya Yunanlaşırlar, ya da Slavlaşırlar. Bulqarların Slavlaşdığı kimi, Macarların Latinlaşdığı kimi, bir başka görmə geliyor. Mesela Xəzərlərin Yahudiyə qəbul edib başka bir xalq olması kimi. Buna misaldır. Lakin Türklərin heç vaxt qəbul etmədiyi din Hinduizmdir. Hinduizmi yani kas quruluşu, Hinduizmə daxil ola bilməmək kimi bu Hinduizm inancını qəbul etməmişdir. Diğer tərəfdən Çin baskısı ilə bunlarda bir məbəd, bir kompleks yoktur. Əvvəllər Türk obalarında bir çadır olurdu, göy rəngindən çadır olardı. Bu çadırda şaman burada başka kəlmədir, burada Türk kəlməsi, yəni Türk mifolojisində şaman daha sonra Monqollardan sonra alınmadı. Türklerde şaman kəlməsi yoktu, din adamı, böyük din adamı baskı deyərlər, kanlar deyərlər, otacadır, o sırada şifa verənlərdir. Yani bu hesabda Loğman, Qadı və Şeyxülislam kimi anlaşılır. İmam kimi anlayışlarında bir oxşarlıqdır. Tengri inancı bir növ Oğuz Xaqanı, bəzi onlar peyğəmbər, bəzi onu Zülqarneyn olan bilir. Bu Zülqarneyn olan qissəsinə doğru Oğuz Xan bir qərbdən, şərqdən qərbə hücum edib. Buradakı Yecüc və Mecüc adlarında it barakları məğlub etmişdir. Buna göre Türkler ölüləri tanrıdan gəlmə, tanrının savaşçıları və təbii miğfer ağında, yəni Türk millətə gəlir. Orxun Yenisey yazıtlarını ilk dəfə 20. əsrlərdə oxunmağa başladı. Bu oxunmanın da birçok Tengri inancı hakkında məlumat var. Ama orada bir
söz var Tengri is benim. Yani Tanrı tektir. Tanrı tektir. Yani la ilahe illallah karşılığıdır. Türklerde daha sonra vətən, yani el oba, qadınlara hörmət kimi bir çox cəza vardı. Məsələn, ulu törədə onlar törə anlayışında, yasaqlarda bir qadına yan gözlə baxmaq, yəni ona bir əl qaldırmaq, evli və suvay verirsə, əl qaldırmaq və 999 qırbaç cəzası vardı. Ən qəti. Bozqurlarda bir patriarxal cəmiyyət vardı. Orada digər eyni münasibətə icazə verilmir. Bu oradakı mədəniyyətin boyun çökməsi mənasındadır. Bozqurda isə Bozqur mədəniyyətlərində bir matriarxal ailə sosial quruluşu var idi. Qadınlar və kişilər dənkdir. Heç vaxt sən qadını, kişini qadına üstün görə bilməzsən. Bozqurda yaşayacaqsansa sənin ailənin, sənin soyunu qoyacaq qadındır. O səni obana qoyacaq, sən isə savaşlarda olacaqsan, evə qənimətini gətirəcəksən, atlarını qoruyacaqsan. Vaxt gəldi dövlət tərəfinə, yəni bəyin tərəfinə savaşa da gedəcəksən. Bu türklərdə uzun müddətlə qalmışdı. İslamda Tengri inancında bəzi məsələn kəlmələr vardı. Bu İslamda uyğunlaşır. Məsələn, Erlik xan şeytandır. Tengri isə Allah hesab edir. Tengri daha sonra Tengri, Tanrı kimi kəlmələrlə Allahın mənasına gəlir. Tengri inancındakı əsas zəifliklərdən biri bu xalqların strip xalqları olmaları. Yəni bəziləri burada cahillər dövründə öz əlifbalarının belə Soğudlar tərəfindən, yəni Soğudların Göktürk əlifbalarının yavaşca Soğudlar tərəfindən, Soğudlar da bunu İskitlərdən almışdı. Yəni İskitlərin əlifbası idi. İskitlərdən sonra Soğudlara keçmişdi. Soğudlarda isə bu bəziləri Göktürklərə keçmişdi. Göktürklər də öz əlifbasını İskitlərə, bəziləri Uyğur və Qırğız əlifbası keçmişdi. Göktürk əlifbasını axırıncı ilə qədər, yəni 1217-ci ilə qədər istifadə edən Qırğızlar olmuşdu. Qırğızlar Yenisey vadisində yerləşmişdi. Bugünkü Qırğızlara Monqolların dövründə köç etməyə başlamışlar. Daha sonra burada Xokand və daha sonra Qırğız xanlığını qurmuşdular. Burada Türklərdə əsas burada dini zəiflərdən, inanclar zəiflərdən də bir çox öyrətilir. Hətta Budizmin sonradan daxil olsa onu qoruyacaqsan, savaşmayacaqsın. Amma bu Türklərdə savaşma yeteneği itməsinə mənə. Maniyezmi qəbul etməsi, ət yemeyi verəcəksən, heyvan əti verəcəksən kimi maniyezmində də zəifləməsinə səbəb olmuşdur. Türklərin ən dəfə bağlanışları, yəni bir millətə, məsələn, Budizmi qəbul etdi, Çinliləşdi, Tibetləşdi, başqa dindir, yəni başqa asimiliyasiya demək olmadığı İslamda olmuşdur. 750-ci Talistan başlamışdı. Amma Peyğəmbər sallallahu dediği kimi Türklər sizə toxunmayın, siz Türklər toxunmayın. Onunla şərikdir. Allahın şərikdəki ən böyük ordular. Bu hədislərdə də mövcuddur. Hətta Əməvi xəlifəsi Muaviyyə dövründə Xəzərlərə və Osmanlı dövründə Xəzərlərə çatan vaxtı onlarla ilk dövrlərdə normal münasibət qurmuşdur. Lakin daha sonra ticarət hüququnda Albaniyanın da və Bizansın mübarizə qışqırtmaları ilə Xəzərlər və Əməvilər və Abbasilər, Raşid xəlifələrlə mübarizə getmişdir. Hətta xəlifə Ömər dövründə isə yəni Sırrı Dərya çayı və o bölgəsi, Xorasan bölgəsinin İranın digər tərəfə, Məşəd bölgəsindən şimala getməməyə tapşırmışdı. Bu İslam fətihlərində Türkləri göstərmişdi. Hətta Xəndək döyüşündə bir Türk çadırını Peyğəmbər üçün qurulduqda bu mövcuddur. Bəzi illərdə bu mövcuddur. Ərəb çadırları o tufanda, tornadoda dağıldığı üçün bunun üçün bir Türk çadırı qurulmuşdur. Türk çadırının qurulması bəzi bir Saman və Farisin tövsiyəsi ilə olmuşdur. Saman və Farisi həm İran coğrafyasını, həm də Türk adətlərini, Farslar İran kültürünə verilmişdir. Hətta Türklərin İslamı qəbul etməsində ərəblərin daha çox deyil, Farsların təşkil olunmuşdur. Farslar İslamı qəbul etdikdən sonra Türklərlə bir yerdə ticarət edə-edə İslamı qəbul etmişdir. Bunun ən böyük nümunələrində Samanilərdir. Samanilər bir dövrlərdə, ilk dövrlərdə Farslı, daha sonra burada Türklərlə əlaqə qurmaq da buradakı 200 minə yaxın ulus türkün müsəlmanlığı qəbul etməsi ilə həm də cihad anlayışı Türklərdə cihan qabiliyyəti ilə bərabər etmişdir. Əsrlər boyu Türklərdə bəzi bu inanca qurulmuşdur. Amma Monqolların arasında fərq isə Monqollar deist həyat yaşayırlar, yəni tanrı vardır, tanrılar vardır, amma onlar bizə qarşı bilməz. Monqollarda məsələn Çingiz xanın anası qaçılmış bir qadındır. Olayan bu qaçılmış qadındır. Çingiz xan arvadı da qaçılmış qadındır. Hətta ondan olan oğlunu da ən uca qərb, ən böyük oğluydu, amma ən uca qərbə vəliaht belə elan etmədi. Çünki öz oğlu olmadığını bilirdi.
Monqollarda qadın üçün vuruşmazlar. Onlar sadəcə qənimət üçün, torpaq üçün və atlar üçün mübarizə apararlar. Amma türklərdə isə bu çox qatıdır. Bir qadının qaçırılması demək, yəni bir ovanın yandırılması, tamamilə yandırılmasına qədər bərabər eşit dəyərdir. Hətta bunu Mete Xanın dövründə görürük ki, Tunqullar, yəni bunlar proto-Monqoldular, yəni Monqollar ilk atalardır. Bunlar bunlar Manquriya bölgəsində deyirlər ki, sən bir də atını ver, daha sonra at müqəddəsini onlara Türklər üçün ama verdi. Qadını ver, qadını verdi. Bunlar da Mete'nin danışmanları Monqolların axırsızlığını bəhs edir. Daha sonra axırda da torpağını ve torpaq gələndə həm qadını da geri aldı, həm də atını da geri aldı. Yəni torpaq bir dövlətin, bir millətin əsasıdır. Yəni öz vətəninə sahib çıxmaq. Onun dövründə, yəni Mete'nin dövründə də mövcuddur. Tengri inancını kulyeslər, yəni kulyes anlayışına gəlməsindən belə məbədlərin olması 8-ci əsr, yəni 8 və 9-cu əsrlərdə olmuşdur. Bu məbədlər qurulmuşdu, amma daha sonra bu məbədlər daha sonra Monqolların bir icma mərkəzlərinə çevrilmişdi. Monqollarda 99 tanrı vardı. Yəni bu politeist yanaşmadır. Türklərdə isə monoteizm yanaşmasıdır. Monqollar əgər Çingiz Xan Türklərlə mübarizə aparanda görür ki, Türklər dinlərinə həddən artıq bağlıdır. Dine inananlar, gökten ildirim çakmasına, Tanrı'nın qəzəblənməsinə etkilenen Monqollarda belə inanç sistemi yoxdur. Monqollarda inancı belki öz sistemindən aşağı başını düşündülər. Hətta Çingiz Xanlar deyir ki, Tanrı mənə qut verir, amma Monqol əsrində. Monqol əsrlərə qut qanı verilməsi mümkünsüzdür. Çünki qut qanı, yəni Tanrı'nın verdiyi ilahi əmr, ilahi tapşırıq ancaq Türk xalqlarına Avarlılardır, Göytüklərdir, Səlcuqlulardır, Osmanlılardır, qut qanunu vermişdi. Qut qanı dəlili olduğu üçün hətta Osmanlı'da qardaş qətlində yay kirişi ilə, yəni boğazlama yay kirişi ilə edam edilirdi. Yəni qut qanının axıdılması böyük bir uğursuzluq deməkdir. Yəni hanedan qanının axıdılması böyük bir uğursuzluq deməkdir. Türklərdə azadlığa aşinadır. Mesela bugünlerde herkes 300 Spartalını ettiklerini bilir. Ama neticesi ne oldu? Yunanistan işğala hazırlandı. Neticesi bir mühüm neticesi olmadı. Ama Kürşad'ın 40 çərisi Çin'in paytaxtını yani Çaşaşengi'nin Pekin'i basması, yani 40 çərisinə basması Çin hökümdarı qorxu yarattırdı ve 240 minə yaxın Türk'ü merkezi Çin'de əsir saxladı. 240 min Türk'ü obalarının Baykal gölü ətrafına və ölkəyə göndərilməsinə səbəb oldu. Bu da gələcəkdə ikinci Göytük dövlətinin qurulmasına səbəb. Yəni bu nəticədə görür ki, bir fədakarlıq, bir ulusun, bir millətin yenidən dirilməsinə səbəb olmuşdur. Deyəcəm, bu günlərdə Gök Tengri inancına, Tengri inancına qayıtmaq kimi iki dırnaq arası arasında, həm də Qazaxıstan, həm də Türkiyə, Azərbaycan bölgəsində bu Tengri inancına qayıtdığım mənasındadır. Əslində bu dinsizliğin bir forması. Yani ibadet etmeyeceğim. Sadece ben keçmişime qayıtım diyeceğim. Belə Tengrime diyeceksin, belə ruhlar diyeceksin. Onları böyle uzak yaşayacaksın, öz normal həyatını yaşayacaksın. Sen heç kim namazı, belə etkiliysə get demeyecek. Yani dindən bir qaçma kimi göstərilir. Əsas olan bu dində, məsələn, bir baxanda Tengri inancının qanunları, yasa qanunları, ötürə qanunları İslamdakı şəriət qanunundan daha sərtdir. Mesela bir oğurluq etdin, oğurluq etdinsə olmaz bütün dövlətin. Sən öz malını oğurladın. Malını oğurladın, axmazsan, sən gülünç vəziyyətə salırlar. İkinci dəfə atdın, elədinsə, daha sonra o şəxs ikinci dəfə edam edilir. Heç bir cəzalandırma, bəlkə günahdır, tövbədir, bir anlaşma yoxdur. Məsələn, bir general xəta etdi, 12 dəqiqədə öldürürlər. Bəlkə 25'e yaxın heç bir savaş qələb etməmiş, ama bir döyüşte məğlub olmuş diye onu öldürürlər. Bundan da baxarıq ki, Tengri inancındakı qayda, sərt qayda qanunlar İslam'a göre daha sərtdir. Hətta Türklərin də İslam'a yönəlməsinə əsasən ki, qaydalarına, öz qanunlarına, yasalarına daha çox bağlanmalı şeydir. Şimdi bütün Türk dünyasına, bütün Türkmenistanda öz rayonuma, bütün herkes, bütün Azerbaycan sahamına göndərirəm. Mən izləyən herkese söyləyilərimi göndərirəm. İnşallah bu mövzuyu başa düşmüşsünüz. Əgər başa düşmədiysə olsa yorumlara yazarsınız. Mən gələcək bölümlərdə sizə izah edəcəm. Gələcək dəfə yorumlar və cavablar serimizdə olacaq və keçmiş serilərimizə davam edəcəz. Həm də canlı yayınlarımızda olacaq. TikTokda canlı yayınlara baxmaya da davam edə bilərsiniz.
Allah'a emanet olun. Sağ olun ve sağlıkla. Tarkan Efsane kanalına abone olmayı, like atmayı unutmayın. Sağ olun ve selamat kalın.